Bugün beşinci mövzuya başlayacak. Kompüterin aparat təminatı hakkında danışacağıq. Ümumiyyətlə, bu dərsdə deməli çalınacaq nəzəriyyədə hesablama işləri burada yoxdur. Kompüterin aparat təminatı nədir? Birinci ondan başlayaq. Kompüterin aparat təminatı kompüterin belə deyək də e, istifadə olunan qurğular haqqında elm deyil də, yəni bölmədir. Texniki baxımdan kompüter sadəcə böyük kalkulyatordur, ancaq onun müqayisədə qat-qat çox informasiyalar işləyir. Təbii ki, ilk dəfə kompüter yarananda, birinci yaranması üçün yarananda ancaq kalkulyator işini yerinə yetirirdi, ancaq toplayıb çıxma əməliyyatını yerinə yetirirdi. Daha sonra texnikanın inkişafı sayəsində kompüter artıq günümüzdə müasir formaya gəlib çatmışdı. Kompüter əsasən 3 dəfə əməliyyatı yerinə yetirir. Birincisi hesab əməlləridir, yəni toplama, çıxma, vurma, bölmə. İkincisi məntiqi əməllərdir, yəni böyükdür, kiçikdir, bərabərdir və s. Üçüncüsü isə yadda saxlama və axtarış əməliyyatlarıdır. Kompüterin geniş istifadə olunması səbəblərindən bəziləri aşağıdakılardır. Məsələn, burada verib göstərilən funksiyalar sürətlə yerinə yetirilir. Dəqiq etibarlı nəticə hasil edilir. Çox böyük miqdarda verilənləri yadda saxlaya bilir. Çox məhsuldar və faydalı olur. Bütün göstərilənləri həyata keçirmək üçün kompüter iki mühüm təminata malik olmalıdır. Bunlardan biri bir fiziki qurğulardır, yəni digər bir adı periferiya qurğuları. Bütövlükdə bunlar adlanır aparat təminatı, hardware. Digəri isə softwaredir, bu isə proqram təminatıdır. Yəni o kompüterləri, aparatları idarə etmək üçün proqramlar lazımdır. Birincisi gəlir fərdi kompüterlərin növləri. Hansı növləri var? 5 dənə növ var. Birincisi masaüstü kompüterlərdir. Və masaüstü kompüterləri bizim bildiyimiz bu notebooklar yox, stol üstü kompüterlərdir, böyük monitoru olanlar. Onun da əsas hissəsi sistem bloku, monitor, klaviatura və siçandır. Yəni ümumiyyətlə fərdi kompüterin əsas, yəni qurğuları bunlardır, əsas qurğular. Yerdə qalan qurğular isə əlavə qurğulardır. Əsas qurğulardır ki, bu qurğular olmadan kompüterləri idarə etmək mümkün değildir. E, Fərdi kompüterin bu növünə onların imkanlarının genişləndirilməsi üçün xarici qurğuların qoşulmasıyla daha rahat formada istifadə etmək olar. Məsələn, əlavə qurğulardan printer, skaner və yaxud səs uzaldıcı, web kamera və s. kimi qurğuları qoşmaq mövcuddur, mümkündür. Baxaq görək digər kompüterin başqa bir növünə baxaq. Bu dizüstü kompüterlərdir. Bizi bildiyimiz laptoplar, yəni notebooklar. Bunlar batareya ilə işləyir və eyni zamanda başqa bir adı bunun belə deyə daşına bilən portable kompüterlərdir. Həmin bu kompüterlər nələrlə belə deyək təmin olunub? Əlavə genişləndirmə lövhələri var. Tam ölçülü klaviatura, monitor, danışıcılar və s. üçün yerləşdirmə stansiyaları mövcuddur. Yerləşdirmə stansiyası da belə deyək, dock station adlanır. Yəni oraya biz əlavə qurğuları qoşa bilərik. Bu monitor, sistem bloku, skaner və s. və s. Daşınalı bilən kompüterlərin başqa bir növünə isə planşet kompüterlərdir. Onun da belə deyək, xüsusi qələmi var. Yəni o qələmdən istifadə olunur və yaxud da barmaqla. Həmin qələm də adlanır stilus qələmi. Müasir kompüterlərdə artıq belə deyək, planşetlərdə monitoru sensor ekran əvəz edir. Yəni onda artıq sıçandan, klaviaturadan istifadə olunmur. Digər bir kompüter gəlir, ovucusu kompüterlər. Ovucusu kompüterlər isə palm toplardır, digər adı ilə. Və yaxud Azərbaycan dilində ona cip kompüterlərdə deyirlər. Yəni çox kiçik formada olurlar. Orada sadəcə qeyd, dəftər aparmaq üçün kimi istifadə olunur. Məsələn, nümunə üçün baxsaq, bu 8.3-də göstərilən planşetdir. 8.3 göstərilən
Ovucucu kompüterdə, yəni kiçik bloknot, şəkil nöqtə 5-də olan isə bizim bildiyimiz ağıllı telefon smartfonlardır. İndi birinci bölməni bitirdik. İndi baxaq görək birinci bölmədə nələr var? Masaüstü kompüterin əsas hissəsinə aid deyil. Biz dedik ki, əsas hissəsi nədən ibarətdir? Monitor, klaviatura, siçan və sistem blokundan ibarətdir. Onda A variantı burada doğru deyil, çünki printer əsas qurğu deyildir. Sonra ikinci sualda nə deyir? Planşet kompüterdə hansı əsas qurğunun olması vacib deyil. Planşet kompüterdə bizim təbii ki, e, əsas qurğunun olması vacib deyil. Printer, display, səssaldan, klaviatura. Təbii ki, burada klaviaturanın olması vacib deyil. Çünki planşetlər dediyimiz kimi sensor kompüterdə sensor ekranla təmin olduğuna görə orada artıq klaviatura və sıçanı əvəz edirlər. Keçək növbəti sualımıza. Fərdi kompüter deyil. Hansı? Planşet fərdi kompüterdir. Masaüstü kompüter bəli aiddir. Prosesor deyə bizim belə deyək, kompüterimiz yoxdur, fərdi kompüterimiz. Kompüterin hansı mühüm təminatlara malik olmalıdır? Aparat və proqram. 2, 5. Ona görə burada olacaq. B. Masaüstü kompüterin üstünlüyü nədir? Daşınabilin olması, ölçülərin kiçik olması, genişləndirilməsinin daha asan olması. 5-ci sualda burada olacaq D variantı. Keçək 6-cı sualda. Nə deyir? 6-cı sualda masaüstü kompüter, dizüstü və avucucu kompüterdir. 6-cı sualda masaüstü kompüterə gedir, monitoru var. Buna A. Daha sonra dizüstü kompüterlərdə biz demişdik ki, dock stansiya olur. Avucucu kompüterdə də stilius, qələm mövcuddur. Keçirik növbəti bölməmizə, 5.2-ci bölməyə. 45-ci ildə John von Neumannın belə deyək, əsasını verdiyi nə deyirlər ona? Təqdimatlar əsasında bizim müasir kompüterlərimiz yarandı. Yəni əsas strukturunu John von Neumann vermişdir. Onun əsas strukturu nə idi? John von Neumann deyirdi ki, ikili ədədlərlə işləməlidir bizim kompüterlərimiz, mexaniki deyil və elektron qurğu olmalıdır və əməllər də paralel yox, ardıcıl şəkildə yerinə yetirilməlidir. İndi baxaq görək, John von Neumann'a görə bizim kompüterlərimiz iki hissədən ibarət olmalıdır. Mərkəzi hissədən və bir də periferiya hissəsindən ibarət olmalıdır. Mərkəzi hissənin də özü iki hissədən ibarət olmalıdır. İdarəetmə qurğusu, hesab məntiq qurğusu, bir də burada əlavə olaraq bəzi şeylər yazılmayıb, daxili yaddaş qurğusu olmalıydı. Yəni 3 dənə hissədən ibarətdir. Daxili yaddaş qurğusu, idarəetmə qurğusu, hesab məntiq qurğusu. Digər periferiya hissəsi isə 2 hissədən ibarət olmalıdır. Onun da biri xarici yaddaş qurğusudur. Digəri isə xarici yaddaş qurğusu. Digəri isə idarə pultudur. İdarə pultu. Yəni bu formada bura periferiya hissədir, yuxarı isə mərkəzi hissədir. Və bunların arasında da olan bu əlaqə adlanır sistem interfeysi. Və giriş və çıxış qurğuları da öz yerində və giriş və çıxış qurğuları bunlar belə deyək, idarə pultuna qoşulmalıydı. Yəni periferik hissəyə biz oradan kompüterləri digər kompüterlərlə və yaxud digər aparatlarla əlaqələndiririk. Keçək 5.2 elə buradaca bitir. Çox qısa idi. Kompüterin effektli və universal alət olması üçün daxil olan qurğular hansılardır? Mərkəzi hesab məntiq qurğusu, mərkəzi idarəetmə qurğusu, yaddaş, giriş-çıxış qurğuları. Bəli, bu doğrudur A variantı.
Digər mərkəzi çap etmə yoxdur. Mərkəzi hesab məntiq qurğusu, giriş qurğusu, çıxış bunda da yaddaş qurğusu verməyib. Daha sonra mərkəzi çıxış qurğusu deyə bir şey yoxdur. Mərkəzi idarəetmə, yaddaş, giriş çıxış qurğusu, mərkəzi əlaqələndirmə deyə bir şey yoxdur. İkincisi, informasiyanı emal edən qurğu hansıdır? Burada hesab məntiq qurğusu olacaq. Yəni hesab məntiq qurğusu da prosesor deməkdir. Əslində prosesor. Bütün emal prosesləri prosesordan baş verir. Müasir kompüter məntiqini kim verib? Bunu John Feynman dedik. Emal edilən informasiya nəticəsini görmək üçün nə etməliyik? Nəticəni istəyiriksə, təbii ki, bizə nə lazımdır? Nəticənin üçün çıxış qurğusu. Beşincisi bizə deyir ki, informasiya emal edərkən aralıq nəticəni idarəetmə qurğusuna göndərirlər, çıxış qurğusuna ötürürlər, aralıq nəticəni, yəni ortadakı prosesi deyir. Daxil etmə qurğusuna qaytarırlar, yaddaşda saxlayırlar, hesab məntiq qurğusuna saxlayırlar. Hə, saxlamaq məsələsi isə burada yaddaşda saxlayacaq. Çünki hər hansı emal gedirsə, bu məlumat hardasa saxlanmalıdır ki, onun nəticələrin bəlli olsun. Yəni, hər hansı bir əmrin yerinə yetirilməsi üçün hökmən o yadda qalmalıdır. Altıncısı sualda nə deyir? İnformasiyanı daxil etmək üçün daxil etmə qurğusu olmalıdır. Belə A variantı. Qurğuların işlərini idarə etmə qurğusu olacaq. Nəticəni görmək çap etmə qurğusudur. Bu formada keçək növbəti bölməmizə. Kompüterin əsas hissələri, elə bu bölmə biraz geniş bölmədir. Kompüterin əlavə qurğuları hansılardır? Birinci onlardan başlayıb danışaq. Yəni, əsas hissələri az öncə dedik. Sistem bloku, monitor, klaviatura və siçandır. Əlavə qurğularda dedikdə isə bunlardan başqa olan istifadə olunan qurğulardır. Məsələn, printer, skaner, kəsilməz enerji qaynağı, mikrofon, kamera, sıçan yox, daha doğrusu səs uzadıcan və s. İndi davam eləsək, giriş qurğu. Hə, bu qurğularda özləri iki yerə bölünür. Birinci giriş qurğuları, digəri isə çıxış qurğuları. Giriş qurğularına belə deyək, oldu ki, məlumatlar kompüterə bu qurğular vasitəsilə daxil olur. Çıxış qurğuları isə odur ki, bu qurğular vasitəsilə məlumatlar kompüterdən xaricə gedir. Bir də bəzi qurğular var ki, onlar eyni zamanda həm giriş, həm çıxış qurğuları adlandırırlar. İndi baxaq giriş, çıxış qurğularından hansılar var? Birincisi klaviaturadan başlayırıq. Klaviaturanın özü 5 dənə əsas düymədən ibarətdir. Funksiyonal klavişlər bu hökmən F1-dən F12-yə qədər olmalıdır. Yəni F13, F15, F0 belə bir düymə yoxdur. F12-yə qədər. Burada yardımcı rəqəm klavişlər olur. Burada kursoru idarə etmək üçün böyük, aşağı, yuxarı və sağ, sol düyməsi olur. Bir də buna əlavə olaraq 4 dənə də düymə olur. Page down, page up, home və end. Bunlar da kursorun idarə edilmə düyməsinə aiddir. Hərf rəqəm də ki, burada olan, kompüterin əsas hissəsində olan bu hərf rəqəm klavişləridir. Bir də var, bu hansı düymələr? Xidməti klavişlər. Xidməti klavişlərə də biz deyir, məsələn, bizə kömək eləyən klavişlərdir. Məsələn, yazı yazarsan, yazarkən enter, və yaxud backspace, control, alt, caps lock, delete və yaxud Excel-də və yaxud başqa proqramlarda işləyərkən istifadə elədiyimiz tabdır, eskdir, insertdir və s. və s. Yəni, bundan öncə saydıqlarımıza aid olmayan bütün düymələrin hər biri xidməti düymələrdir. Və kompüterin də özündə toplam 104 dənə düymədən ibarətdir. Sonra keçsək növbəti bir giriş qurğusu siçandır. Siçan klaviaturada kompüterə məlumatların daxil edilməsi üçün
istifadə olunur və onun əsas elementi onun göstəricisidir. Və siçanların da özünün bir neçə növü var. Trackball da var və yaxud pen qələm, mouse penlər var. Bunların hər biri və yaxud touchpadlər var. Bunların hər biri siçanı əvəz edir. Yəni bu siçandır, bu trackballdur, bu siçan qələmdir. Bir də kompüterin özündə olan touchpadlərdir. Bunların hər biri belə deyək, kompüterin giriş qurğusu hesab olunur. Ee, Sonra başqa deyəsi burada bir şey yoxdur. Son zamanların belə deyə ən çox istifadə olunan kompüterlərindən sensor ekranlar var. Sensor ekran isə həm giriş, həm çıxış üçündür. Çünki biz monitorda nə deyəcəyik ki, məlumatları görürüksə bu çıxışdır və kompüterə məlumatları da əllə də olsa ekrana daxil edilirsə, bu olur giriş. Sonra gəlir skaner haqqında danışacağıq. Skaner kağız üzərində olan görüntünü kompüterə daxil etmək üçündür və skanerin də özünün bir neçə növü vardır. Bu birincisi görüntü skanerlarıdır, şəkil kimi yadda saxlayır. İkincisi ştrik kod skanerlarıdır. Bu ancaq mağazalarda olur. Başqa bir skanerlarda var. Onların növlərindən bir dəqiqə. Ştrik kod belə deyə barkodların oxuyanlardır. Görüntü skanerləri bizim belə deyə şəkilləri oxuyur. Əslində bir dənə də skaner növü var, sadəcə onu buradan adını yazmayıblar. Dövlət İmtahan Mərkəzinin rəsmi kitabında. Skanerlərin başlıca göstəricisi onun bir düyümdəki nöqtələrin sayı ilə ölçülür. Hə, bir də qoy onun adını deyim. Skanerlərə magnetik skanerlər də var. Magnetik skanerlər. Hə, bunlar ən çox istifadə olunur. Məsələn, nümunə olaraq deyə bilərik. Bakı kartların məsələn içərisində olan çiplər vasitəsilə istifadə olunur və ya bank kartlarında olan çiplərin belə deyək, bunların hər biri maqnetik skanerlərə aiddir. Sonra gəlir kameralar. Fotokameraların da özləri də giriş qurğulardır. Video kameralar, fotokameralar bunların hər biri giriş qurğulardır. Daha sonra gəlir başqa bir də mikrofon özü də giriş qurğusudur. Yəni biz danışarkən məlumatlar kompüterə daxil olur. Sonra gəlir çıxış qurğuları. Çıxış qurğularının ən məşhuru belə deyək, monitorlardır. Monitorların özü də bir neçə hissəyə bölünür. Həmin o, yəni növləri var. Həmin monitorlardakı elektron şüa borlu monitorlardır. Bir də maye kristallı monitorlardır. Bir də hətta plazma monitorlar da var. Əlavə olaraq plazma monitorlar da vardır. Hətta buna deyib başqa bir adı LED də deyirlər. Ekranın, yəni monitorun əsas hissəsi, əsas ölçüsü onun pikselləridir, elementi və yaxud digər adı ilə çözünürlüyü də deyilir. Bir də ekranın belə deyək, çözünürlüyü deyəndə nöqtələrin sayı götürülür. Amma monitorun ölçüsü dedikdə isə onun eni və uzunluğu və yaxud hündürlüyü deyil, onun diaqonalı götürülür. Və diaqonal da inçlə ölçülür və yaxud düyümlə ölçülür. Hər bir düyüm də 2,54 santimetr olur. Məsələn, 15 düyüm, bu artıq 15-i vuracaqsınız 2,5 təxminən santimetrə. Bu kompüterin ekranının diaqonalını bildirəcək. Bir də monitorlar ağ-qara və rəngli olur. Ağ-qaralar bildiyimiz kimi ekranda ağ və qara rəngdə hər bir şey göstərir. Rənglilər isə RGB rəng sxemində istifadə olunur. Ümumiyyətlə, qrafikanın belə deyək, iki dənə rəng hissəsi var idi. Biri RGB, biri CMYK. RGB
monitorlarda olurdu, orada olan renklərdir. CMYK isə çap işlərində, yəni printer məsələlərində ondan istifadə olunur. Daha bir çıxış qurğusuna deyə bilərik. Video adapterlər monitorun əsas əks etdirdiyi görüntünü idarə edir və elektron sxemdir. Video adapter və ana lövhəyə birləşmiş olurlar. Daha sonra burada önəmli olan əsas məlumatlar hansılardır? Video adapterin özlərinin prosesoru olur. Həmin o prosesor adlanır GPU, yəni Graphics Processing Unit. Və hər bir video yaddaşının da həcmi adətən 512 MB və daha artıq olur. Kompüterin əlavə digər qurğusu, çıxış qurğusu isə printerdir. Printerlərin özlərinin də iki növü var. Şırnaqlı və lazerli olaraq bizdə burada adı keçir. Əslində bunların özləri də belə deyək, iki hissəyə bölünür. Zərbəli və zərbsiz, zərbli və zərbsiz. Zərblilərə nümunə olaraq bir dənə də bizim matrisli printerlərimiz var. Deməli, lazerli, şırnaqlı, əlavə olaraq da bir dənə matrisli printerlər var. Deməli, bunların fərqi nədir? Matrislilər belə deyək, iynələr dəsti formasında olur və onun üzərinə lent qoyulur və həmin lent vasitəsilə, yəni çəkicləri lentə vurmaqla çap olunacaq məlumat ekrana, yəni kağız üzərinə çıxarılır. Sadəcə bu çox səs-küylüdür. Bu bunun ən böyük çatışma cəhətidir və eyni zamanda da sürəti çox aşağıdır. Digər printerlərə baxdıqda isə şırnaqlı və lazerlidir. Şırnaqlı da demək olar ki, elə matrisli ilə eyni işi görür. Sadəcə şırnaqlı printerlərin içərisi kapilyar formasında olan borucuqlarla doludur və həmin o borucuqlar vasitəsilə hər hansısa məlumat kağız üzərinə oradan boyalar belə deyək püskürtülərək ekrana kağızı çıxardır. Yəni ekrana dedikdə yəni çap eləyib çıxardır. Bunun bir qədər matrisidən sürətlidir, eyni zamanda səs-küyü azdır, amma yenə də maksimum belə deyək də ən ideal deyil. Amma biraz ideala yaxın olan ən müasiri isə lazerli printerlərdir. Lazerli printerlərdə isə səs-küy problemi demək olar ki, yoxdur və eyni zamanda sürəti digərlərinə baxanda sürətlidir. Burada bunlar haqqında bəzi məlumatlar verir. Mən artıq bunları şifahi formada danışdım şırnaqlıları. Başqa burada lazerli haqqında məlumat varmı burada? Lazerlər, hə, printerlər hansılardır? Vasitəsiz daha çox işləyə bilirlər və orada lazerlərdə isə tonerdən istifadə olunur. Yəni kartezlərdə belə deyək, lazerlərdə şırnaqlılarda maye formasında kartezlərdən istifadə olunur. Amma lazerlərdə toz formasında olan kartezlərdən istifadə olunur. Yəni rəngi toz formasında olur və tozu püskürtərək məlumatı kağız üzərində çap eləyirlər. Printerin əsas xarakteristikası isə onun çap etmə sürətidir. Şırnaqlı və lazerli printerlərin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə ölçülür. Amma matrislilərdə isə bir saniyədəki simvolların sayı ilə məlumatı belə deyək ölçürlər. Bir saniyədəki simvolların sayı matrislidədir, amma səhifələrin sayı isə şırnaqlı ilə lazerlidədir. Çap qurğularının başqa bir növü var, plotterdir. Plotter isə böyük bir rulon formasında olan məlumatları rulon formasında çap edən qurğudur, çap qurğusudur. Məsələn, bu ən çox olur böyük reklamlarda, böyük reklam şirkətlərinin elanlarını çap edən zaman olur. Sonra baxaq görə burada nə qaldı? Sistem bloku. Hə, başqa bir
Çıxış qurğularından da istifadə olunur. Onlara nümunə olaraq səs saldanları da demək olar. Bir də proyektorlarda. Bunlar çıxış qurğularıdır. Sistem bloku nədir? Sistem bloku kompüterin əsas hissəsidir. Kompüterin bir sıra hissələri bu sistemin blokun daxilində olan ana lövhənin üzərində yerləşir. O xüsusilə də məsələn ən önəmli olan onların içərisində mikroprosesor və yaddaş və genişləndirmə yuvalarıdır. Çox zaman sistem lövhənin üzərinə əlavə slotlar da taxılır. Mərkəzi prosesor nədir? Sistem lövhəsinin üzərində quraşdırılır və kompüterin belə deyək beynidir. Və onun belə deyək də əsas işlər həmin mərkəzi prosesorun üzərində yerinə yetirilir. Bütün emal prosesləri mərkəzi prosesorda yerinə yetirilir və onun da həcmi təxminən isə ölçüsü də 92 sm kvadratındadır. Tarixən prosesorun sürəti olaraq 1 saniyədə yerinə yetirən əməliyyatların sayı götürülüb. Belə qiymətləndirmə müxtəlif əməliyyatların icrası üçün təxminən eyni zaman tələb olunması, kompüterin isə eyni tipli məsələlərlə işləməsi təsəvvürünə əsaslanıb. Müasir kompüterlərdə isə bu belə deyil. Mürəkkəbliyi müxtəlif olan komandaların yerinə yetirmə sürəti bir-birindən onlarca dəfə fərqlənə bilər. Bununla belə proqramların işləmə sürəti təkcə prosesora görə deyil, həm də başqa komponentlərə görə də müəyyən olunur. Prosesorun durumunu dəyişən hər bir elementar əməliyyata müəyyən zaman, yəni bir takt tələb olunur. Komandanın əksəriyyəti bir neçə taktda yerinə yetirilir. Prosesorun taktlarının tezliyi xüsusi generator tərəfindən təyin olunur və onun da vahidi 1 Hz-dir. Deməli, prosesorun əsas vahidi, belə deyək, əsas xüsusiyyəti onun takt tezliyidir. Vahidi isə onun Hz-dir. Ölçü olaraq da 1 MHz, hətta günümüzlərdə GHz-lərə qədər hesablanır. Mərkəzi prosesorun əsas hesablama işlərini görən hissəsi onun nüvəsidir. Nüvənin sayı nə qədər çox olarsa, prosesorun sürəti bir o qədər daha yüksək olar. Sonra gəlir kompüterin prosesoru xüsusi yaddaşdan, keş yaddaşdan təchiz olunub. Bu keş yaddaş nədir? Operativ yaddaşdan oxuma yazımı zamanı verilənlərin kopyasını keş yaddaşı yazır və əgər nə vaxtsa ehtiyac olursa ki, həmin məlumatdan istifadə olunsun, prosesor daha sürətli şəkildə keş yaddaşdan həmin məlumatları götürür. Yaddaş qurğuları nələrdən ibarətdir? Hansı yaddaşlardan ibarətdir? Onlara baxaq. Yaddaş qurğuları özləri iki hissəyə bölünür. Daxili yaddaş və xarici yaddaş. Daxili yaddaşların da özü üç hissəyə bölünür. Operativ yaddaş, daimi yaddaş, keş yaddaş. Operativ yaddaşın başqa bir adı var, RAM. Eyni şəkildə operativ yaddaşa biz deyə bilərik cari yaddaş və müvəqqəti yaddaş və s. Bunlar RAM-ın belə deyək adlarıdır. Daimi yaddaşa biz deyə bilərik ROM-u. Keş yaddaş ilə bizim bildiyimiz keş yaddaşdır. Xarici yaddaşlara deyə bilərik sərt disklər və yaxud bunun başqa bir adı var. HDD və yaxud Winchester. Sonra yumuşaq disklər. Buna başqa bir adına floppy disklər deyirlər. Floppy. Lazer diskləri və maqnit diskləri. Daimi yaddaşı kompüterin belə deyək ROM-udur. ROM nə deməkdir? Ancaq oxuna bilən məlumatlar burada qeydiyyatda saxlanılır, yəni onu dəyişdirmək mümkün deyildir. Bu məlumatlar kompüter sönsə də, yansa da heç vaxt silinmir. Operativ yaddaş dediyimiz RAM-dır. Bu isə zamandan asılı olan yaddaşdır, enerjiden daha doğrusu asılı olan yaddaşdır. Biz kompüteri söndürüb yandırarkən ROM-da olan bütün məlumatlar silinir. RAM emal zamanı və yaxud hər hansısa proqram çalışan zaman yükləndiyi yaddaşdır.
Virtual yaddaş. Virtual yaddaşlar isə belə deyək, operativ yaddaşda informasiyanın bir hissəsini hara sərt diskdə köçürür. Əməliyyat sistemi həm operativ yaddaşı, həm də sərt diskləri idarə etdiyindən o bu əməliyyatlara nəzarət edə bilir. Keş yaddaş gizli yaddaşdır belə deyək. Kompüterin müxtəlif sürət qurğularının işini asanlaşdırmaq yolu ilə onun məhsuldarlığını artırır. Xarici yaddaşlara. Baxaq, xarici yaddaşların hansı növləri var idi demişdik. Maqnit lenti vardı, disketlər vardı, floppy disklər var idi, yəni yumşaq disklər və s. və s. Floppy disklər artıq demək ki, istifadə olunmur. Çünki onun ölçüsü 3,5 düyüm və tutumu 1,44 megabayt idi. Kompüteri uzun müddətə yadda saxlamaq üçün hökmən sərt diskdən istifadə olunur. Başqa bir disketlər də var. Disketlərdən və ya kompakt disklərdən fərqli olaraq sərt disk və onun qurğusu bir korpusda olur. Sərt disk qurğusu hermetik izole olunmuş qurğudur. Xarici sərt disklərdən başqa hansılar qaldı? Baxaq. SSD-lər. İndi SSD haqqında da danışacağıq. Görək burada hər hansısa hissə qaldımı? Hə. Diskin haqqında danışaq. Deməli, diskdə verilənlərin saxlanma hissəsi sektor adlanır. Diskin üst və alt üzləri var. Onların hər birində dairəvi cığırlar və sektorlar mövcuddur. Beləliklə, sektor diskdə müəyyən həcmi olan ən kiçik yaddaş blokudur. Şəkildə də baxsaq, bu hər hansısa bir diskdir. Bu dairəvi formada olan hissə cığırdır. Burada olan. Sonra sektor üçbucaq forması da belə deyək, ayrılmış bir hissədir. Bir neçə cığırların bir neçə elementindən götürülür. Cığır sektoru isə hər cığır üzrə onun sektora düşən hissəsidir. Xarici yaddaşlardan hansılar qaldı? Deməli, SSD. SSD yaddaşları müasir yaddaşların belə deyək, ən sürətlisidir. Xarici yaddaşlar üzrə ən sürətlisidir. Bu qurğulara quraşdırılmış əməliyyat sisteminin yükləməsi cəmi bir neçə saniyə çəkir. Sonra gəlir, optik disklərin bir neçə növü var. CD-ROM diski var. CD-ROM disklərin tutumu təxminən 700 megabaytdır. CD-ROM disklərinə yazılmış informasiyanı oxumaq olar, ancaq ona yenəsə yazmaq olmaz. Bu disklərdən fərqli olaraq CDR və CDR-W disklərinə informasiyanı həm də yazmaq olar. Fərqi nədir? CD-ROM-u ancaq biz oxuda bilirik, yəni əlavə boş qalan yerə məlumat yaza bilmirik, nə də silə bilmirik. CDR-ə isə boş qalan yerinə məlumat yaza bilirik. CDR-in boş qalan yeri var, sonra məlumat yaza bilirik. CDR-W-nun isə əgər mən istəyirəmsə o diski silərəm, silib təkrar başqa bir şeylər yaza bilərəm. Yəni silib təkrar istifadə etmək mümkündür. Bu isə CD-RW-ya aiddir. Sonra baxaq flash yaddaşlar, flash kartlar. Flash yaddaşlar hansılardır? Bizim bildiyimiz belə deyək, USB formasında olan bunlar da flash yaddaş. Flash kart isə kompüterin daxil olan kiçik bir kartdır, sim kartdır. Orada məlumatlar saxlanılır. Demək olar ki, günümüzdə bundan istifadə olunmur, amma flash yaddaşlardan çox istifadə olunur. Flash yaddaşlar bir məlumatı başqa bir məlumata fiziki olaraq hər hansısa bir yaddaşın daxilində hər hansı bir yaddaş formasında köçürməklə kömək edir. Genişləndirmə yuvaları, slotlar. Genişləndirmə yuvaları nədir? Nə üçün istifadə olunur? Əgər hər hansısa kompüterin ROM-u kifayət deyilsə, biz oraya əlavə ROM və yaxud RAM yerləşdirmək istəyiriksə, o zaman genişləndirmə yuvalarına gətirib onları yerləşdirə bilərik. Və yaxud başqa aparatları da bu formada tətbiq etmək mümkündür. Müasir ana lövhənin üzərində bir çox qurğular artıq quraşdırılmış olur, lakin bir sıra xüsusi imkanlar tələb edən işlər daha beş cəzasını görmək üçün istifadəçilər kompüterin genişləndirmə imkanlarından istifadə edirlər.
Portlar və bağlayıcılar. Portlar, bağlayıcılar hansılardır? Portlar, bağlayıcılar kompüterləri və yaxud printerləri, skanerləri kompüterlərə qoşmaq üçün olan yuvalardır. Həmin bu yuvalar belə deyək, sistem blokunun üzərində olur və həmin o yuvalara biz məsələn USB portu vasitəsilə və yaxud köhnə PSG portları ilə e, klaviaturana, mausu, ses uzaqlığına qoşaraq onları da istifadə edə bilirik. Bunlar o portlar və bağlayıcılar vasitəsilə mövcuddur. Səs kartına bağlayıcıları kompüterin adi imkanlarının olması üçün onun səs kartı hökmən olmalıdır. Səs kartı və ya başqa bir ana lövhə üzərində yerləşdirilir, ya birbaşa ana lövhə üzərində olur, ya da həmin lövhənin slotuna taxılır. Başqa burada deyiləsi bir şey qalmadı. Amma əsas hissələrdən biri HDMI portudur. HDMI portu nə edir? HDMI portu vasitəsilə biz kompüterə, tutaq ki, televizora qoşmuşuqsa, həm səs, həm də görüntü eyni zamanda kompüterdən televizora ötürüləcəkdir. HDMI-nin xüsusi üstünlüyü budur. Kompüterin burada biz boşluq var, həmin hissələrə qeydlərimizi yazaq. Deməli, var ana lövhə üzərində olan qurğular, belə bir sual verə bilər. Ana lövhə üzərində olan qurğular hansılardır? Ana lövhə üzərində ola bilər RAM, ROM, sonra keş yaddaş, daha sonra ana lövhə üzərində ola bilər slotlar, şinlər, şin yəni şunurlar, daha sonra səs kartı, ekran kartı, şəbəkə kartı. Bu tipli belə deyək, qurğular ana lövhənin üzərində yerləşir. Bir də var sistem blokunun daxilində. Sistem blokunun daxilində isə bütövlükdə ana kartın özü yerləşir. Sonra bir də bu ana kartın üzərində prosesor yerləşir. Onun əsas demədiyi prosesor yerləşir. Ana kart yerləşir sistem blokunda. Ana kartından da əlavə olaraq qida bloku yerləşir. Enerji ilə təmin edən. Daha sonra cooler soyuducu, yəni prosesoru soyutmaq üçün cooler adında qurğu var, o yerləşir. Bir də portlar və bağlayıcılar. Bunlar da monitor sistem blokunda istifadə olunur. Bunlar belə kompüterin əsas parametrləri hansıdır? Kompüterin birbaşa əsas parametri onun mərkəzi prosesorudur və onun takt tezliyidir. Hər hansısa kompüterin takt tezliyi daha yüksəkdirsə, o daha sürətlə çalışacaqdır. Daha sonra gəlir operativ yaddaşın həcmi, video sistemin məhsuldarlığı və xarici yaddaşın həcmi. Bunlar kompüterə belə deyək, təsir edən amillərdir. Kompüterin sürətini təsir edən amillərdən başqa bir də RAM-ın həcmidir. RAM nə qədər yüksək olarsa kompüterdə bir o qədər sürətli olar. Başqa deyəcəyimiz buradan görünə qaldı. Tutaq ki, məlumat verirlər, belə bir məlumat verirlər. Deyirlər, RAM haqqında, ROM haqqında məlumat ver. Yəni, burada hər bir məlumat slash işarəsi ilə ayrılır. Biz belə deyək, burada prosesor bilmək istəyirsə, hızına baxmalıyıq, yəni hersinə baxmalıyıq. Bu hers olan prosesorun sürətidir. DDR RAM-ı bildirir. DDR4. O demək ki, 8 GB bizim RAM-ımızdır. 512 SSD bu xarici yaddaşdır.
15,6 inçdəki onun belə deyək diaqonalının ölçüsüdür. İnçlə. Burada olan 2666 MHz bu belə deyək nə aiddir? Yenə e, RAM-a aiddir. Burada olan Intel Iris Xs qrafiksi isə kompüterin şəbəkə yox da ekran kartının göstəriciləridir. 5.3-ün sərbəst qiymətləndirməsinə baxaq. Kompüterə daxil edilməsi üçün istifadə olunan qurğu hansıdır? Mikrofon, printer, prosesor, biz giriş-çıxış qurğularını ayırmalıydıq. Giriş qurğularına biz deyə bilərik, giriş. Klaviatura, mouse, sonra mikrofon, skaner, web kamera. Bunların hər biri giriş qurğularda touchpad, mouse. Mouse demişim əslində. Yəni touchpad-dir və yaxud onun digər pen qələmdir. Bunların hər biri də buna aiddir. Başqa giriş qurğularından elə bir ciddi problem qalmadı. Başqa bir aparatlar. Çıxış qurğularına isə deyə bilərik printer, plotter, daha sonra səs ucaldan monitor. Başqa orada nə qaldı? Skaneri dedik. Skaner girişdi bu arada. Səs ucaldan dedik. Və salam. Bunların da hər biri çıxış aparatıdır. Bəzi aparatlar var ki, onlar həm giriş, həm çıxışdır. Məsələn, biz ona deyə bilərik faks aparatı, daha sonra neydi onun adı? Faks aparatından başqa sensor ekranıydı. Sensor ekran. Daha sonra ekran kartı, səs kartı, həm giriş, həm çıxış, şəbəkə kartı. Bunların hər biri həm giriş, həm çıxışdır. Bu formada. Bunlardan da qeydiyyatınızı götürə bilərsiniz. İnformasiya kompüterinin hansı qurğu ilə xaric edilir? Plotterlə. Buradan Y-dir. Prosesorun əsas parametri nədir? Onun takt tezliyidir. Keş yaddaşın yerləşdiyi yer. Bu keş yaddaş prosesorda yerləşir. Əslində prosesorla RAM arasındadır. Hansı parametrə görə birinci kompüter ikinciden daha məhsuldardır. Prosesorun takt tezliyi deyəndə herzlərə baxmalıyıq. Bəli, 2.16 Hz, 1.6 Hz. Birinci ikinciden məhsuldar daha doğrudur. Xarici yaddaşın həcminə görə deyəndə biz HDD-yə ya da SSD-yə baxırıq. Burada bərabərlik var. Operativ yaddaşın həcminə görə bərabərlik var. RAM, DDR. Prosesor növünə görə eyni şeydir. Və displeyin ölçüsünə görə birinci ikincisindən yenə də nə deyirlər ona? Məhsuldardır. Ona görə burada da yenə də Y doğrudur, amma bizdə hansı parametrine görə ikinciden daha məhsuldardır. Amma bizdə ekran çox da önəmli rol daşımadığına görə A variantı 100% doğrudur. 6-cı uyğunluğu müəyyən edək. İnformasiyanı daxil etmək üçün hansı qurğudan istifadə olunur? Daxil etmə. Skanerdən istifadə olunur. Daha sonra vəssalam. Qurğuların informasiyanı əks etdirmək üçün proyektor da bu arada çıxış qurğusudur. Proyektora yazmaq lazımdır bunun. Və səs ucaldıcı da Y-də doğrudur. Daha sonra qalır nə? Qurğuların işini idarə edir. Qurğunun işini idarə etmək bu prosesora aiddir. Prosesor da CPU-dur. Yəni Central Processing Unit. Belə.
Burada ses ucaldan bir informasiyanı əks etdirmək üçün ses ucaldan bəli ola bilər. Doğru kimi götürən bilərik. Sonra keçək. Burada 6-cı sualda bir dəqiqə informasiyanı əks etdirmək dedikdə çıxış qurğusu kimi yox. Yəni qurğu özü çıxış qurğusudur, amma səs ucaldan informasiyanı əks etdirmir. Yəni əks etdirmək göstərmək mənasında deyir. Əks etdirmək məsələn yəni, səs ucaldanı biz verə bilmərik o zaman. Sadəcə proyektor verə bilərik. Burada çıxış qurğularının içərisinə proyektor da yazaq. Hətta giriş qurğularına digitizer də yaza bilərik. Digitizer. Sonra belə. Bu da burada bitdi. Növbəti bölmələrdə görüşənədək.